Akademik Soltan Mehdiyev kimya sahəsində etdiyi araşdırmaları ilə bu elmin inkişafında mühüm rol oynamış görkəmli alimdir. Soltan Mehdiyev 1914-cü ildə İsmayılının Lahıc qəsəbəsində anadan olub. O 1939-cu ildə Bakı Dövlət Universitetinin Kimya fakültəsini fərqlənmə ilə bitirib. Soltan Mehdiyevin elmi araşdırmaları əsasən üzvi kimya və neft kimya sintezi sahələrini əhatə edib. Akademikin əsas elmi məktəbi naften karbohidrogenlərinin kimyası sahəsində formalaşıb. Naftenlər neftin tərkibində olan karbon atomlarının qapalı həlqə əmələ gətirdiyi doymuş karbohidrogenlərdir. Soltan Mehdiyev onların necə reaksiyaya girdiyini və hansı yeni maddələrə çevrilə biləcəyini araşdırıb. Alim naftenlərin bir sıra əsaslı kimyəvi çevrilmələrinin qanuna uyğunluqlarını müəyyən edib. Soltan bəy xüsusi növ karbohidrogenlərin izomerləşmə mexanizmlərini dərindən araşdırıb. İzomerləşmə isə kimyəvi tərkibi eyni, lakin atomlarının fəzada düzülüşü fərqli olan maddələrin bir-birinə çevrilməsi prosesidir. Alim həmçinin 5 və 6 üzlü karbohidrogenlərin dehidrogenləşməsi ilə bağlı tədqiqatlar aparıb. Dehidrogenləşmə üzvi birləşmələrdən hidrogen atomunun qoparılması prosesidir. Bu reaksiya nəticəsində doymuş maddələrdən doymamış maddələr alınır. Soltan müəllim qiymətli sənaye məhsullarının, yanacaq komponentlərinin, partlayıcı və yanğın söndürən maddələrin, boyaq və ətirli maddələrin alınmasında istifadə edən birləşmələrin alınma proseslərini işləyib hazırlamış və tətbiqi sahəsində mühüm işlər görmüşdü. Akademik Soltan Mehdiyev 600-dən çox elmi əsərin, o cümlədən 9 monoqrafiyanın müəllifi olub. Alimin rəhbərliyi altında 10 elmlər doktoru və 75 elmlər namizədi hazırlanıb.